Salam aleyküm, hardayam? Sultepe çiçəyi düşür da bura. Sultepe çiçəyi qəsəbəsindəyəm. Evə bax, ev adamla danışır. Ətbazıya bax, çox genişdir. Həqiqətən çox genişdir. Evin içinə bir dənə daxil olacaq. Qiyməti haqqında məlumatı verim. Keçə evdən tanışalım. Qiymət masallı 44.000 manata. Nə verərlər heç nə. Yəni hökməni tərəfdən də yox. Burada sonda da sanuzeli var, ayaqqabısı. Qiymət əladır. Bugünkü gündə bu qiymətə. Arxa tərəf bu tərəfdə də yer saxlayıb. Burada toğuza saxlaya bilərsən. Bugünkü gündə bu qiymətə ev tapmaq çox çətin məsələdir. Kürsülüdür, qoşa, daşdır. Yəni hər tərəfdən məsafə gözlənilir. Bu tərəfdən də yeri var. Baxın. Bu tərəfdən də yeri görsənilir. Yəni yeri yaxşıdır. 156-nın dayanacağına yaxındır. Əcəmiyə marşrut işləyir. Bax evə bax. Evə aurası adamı çox xoş gəlir. Koridor sistemlidir. Burada bir dənə gözəl zal var. Sport işıqlar qoşulub. Kombi xətləri hazır. Al, köç yaşa. Nə verərlər? 44 minə bugünkü ilə nə verərlər? Bu evi verərlər. Gəlin götürün, valla yaxşıdır. Qiymət əladır. Bax, burada da mətbəxdir. Panorama pəncərlər. Qiymət əla, evin özü əla. Valla hər qiymət əldə evlər var. Bir dənə evdə orada, yəni tonla evimiz var. Gəlin bir-bir, baxın, seçin, bəyənin, götürün. İşıq da yandı. Buradan da bir dənə yataq otağıdır. Bütün pəncərlərin qabağı şeydir. Heç birinə zabor söhbəti yoxdur da. Kombi xətləri atılıb. Yəni bu qiyməti özünüz də bilirsiniz ki, bugünkü gündə ev tapmaq çətin məsələdir. Həqiqətən də. Bu şəxsi ev olub. Onu da vurğulayım ki, bu şəxsi tikilidir. Prosta için təmir olunub sonradan. Gözəl də təmir olunub, elə belə təmir olunmuyor. Qarar uçqiydən. Qapılar da yaxşı vəziyyətdə. Əlaqə saxlayın. Hər qiymət əldə evlərimiz var. Kim ev satırsa əlaqə saxlasın. Sağ ol, var ol.